Əşrəf Əşrəfovun bugünədək çox az görüntüləri əlimizə çatıb. Onlardan birini Çingiz Abbasov təsadüfən Azərbaycan televiziyasının arxivində tapıb. İndi həmin lentlər qızıl fondda saxlanılır. İki ay ərzində hər gün 2 saat baxa-baxa bütün gün qızıl fondda gedir ha. Sara xanımdır, Şövkət xanımdır, Xan Şünskidir, Rəşididir, İslamıdır, Nərminə Məmmədov. O cümlədən də Əşrəfi mən tapdım orada. Onun yeganə, onun bir dənə görüntüsü, kino çəkilişi, o musiqi nömrəsi, xoşbəxtlik rəqsi idi. O vaxt ona Volqa rəqsi deyildilər. Əşrəf Əşrəfovun musiqisi illər keçsə də, bugün də onu sevənlərin, doğmalarının və dostlarının qəlbində yaşayır. Məmməd Məmmədli, Nemət Məmmədov, Elvin Cəfərov, Səbinə Bayramova, Mədəniyyət xəbərləri.